Salam, hər vaxtınız xeyir. Deməli, bugün sizə 10 may tarixində Dimin biologiyadan keçirdiyi blok sınağını sizə izah eləyəcəm. Gəlin suallarla tanış olaq. Deməli, birinci sualımızda deyilir ki, hansı mülahizələr səhvdir? Bütün xordallarda ürəyə rast gəlinir. Bu yanlışdır. Niyə? Çünki neştərçə də bir xordaldır, elə deyil, amma onun ürəyi yoxdur. Deməli, birincisi səhvdir. Xanı balığında cüt üzgəclərin sayı tək üzgəclərin sayına bərabərdir. Ümumilikdə xanı balığında 8 üzgəc var. Onlardan 4-ü təkdir, 4-ü isə cüt üzgəclərdir. Cüt üzgəclər bir cüt qarın, bir də bir cüt döş üzgəcləridir. Bunlar cüt üzgəclərdir. Tək üzgəclər isə 2 dənə bel, bir dənə quyruq və bir dənə quyruq altı, yəni anal üzgəc. Bunlar da deməli tək üzgəclərdir. Ümumi hərəsindən 4 dənə olur. Deməli ikisi də bir-birinə bərabərdir, sayları bərabərdir. Bu da doğrudur. Bir dəqiqə. İşarələyək burada. Deməli, birincidə nə oldu? Ürəyə rast gəlinir. Bu yanlış oldu, amma bizdə də səhvi soruşduğuna görə bunu götürürük. Xanı balığında bu doğrudur. Göl qurbağasının ontogenizi zamanı əvvəlcə arxa, sonra ön ətrafların sümükləri əmələ gəlir. Bəli, bu da doğrudur. Həm zolaqlı kərtənkələnin, həm də göl qurbağasının beyinciyində şirin və qırışları, xeyr, şirin və qırışları yoxdur. Bunlarda bu da səhvi soruşduğuna görə bunu da götürürük. Zolaqlı kərtənkələnin ön ətraf qurşağındakı sümüklərin sayı göl qurbağasının çiyin qurşağındakı sümüklərin sayından azdır. Bəli, bu da doğrudur. Deməli, zolaqlı kərtənkələdə olan baxın, deməli, zolaqlı kərtənkələnin ön ətraf qurşağındakı sümüklər hansı sümüklərdir? Bir cüt, yəni 2 dənə kürək, 2 dənə körpücük, 2 dənə qarğa sümüklərdir. Söhbət zolaqlı kərtənkələdən gedir. Göl qurbağasının çiyin qurşağındakı sümüklər isə yenə 2 dənə kürəkdir, 2 dənə körpücükdür, 2 dənə qarğa sümüydür. Bir də əlavə olaraq bunu heç vaxt yadınızdan çıxarmayın. Göl qurbağasında bir dənə döş sümüyü var ha, o da çiyin qurşağı sümüyünə aiddir. Bir dənə döş sümüyü hara aid edilir? Çiyin qurşağı sümüyünə aid edilir. Deməli, bu da doğrudur. Çünki burada ümumi 6 dənədirsə, burada 7 dənə oldu. Yəni göl qurbağasında daha çox oldu. Ona görə də bu ifadə də düzgündür, amma bizdən səhvi soruşduğuna görə doğru cavab olacaqdır. A variantı. Qısa bir müddət ərzində antropogen təsir nəticəsində, baxın, antropogen təsir nədir? İnsan amili ilə təsir edir, yəni insanlar təsir edir, insan vasitəsilə. Göldə olan bütün eukaryot prosentlər məhv olmuşdur. Burada böyük ehtimal təbii ki də söhbət eukaryot prosent olan bitkilərdən gedir. Həmin göldə ilk növbədə hansı maddənin miqdarı azalar? Təbii ki də oksigenin miqdarı azalacaq. Niyə? Eukaryot prosent nədir? Bitkilərdir. Bitkilər nə ağarır? Fotosintez eləyir. Fotosintez nəticəsində nə olur? Oksigenin miqdarı artır. Əgər bunlar məhv olublarsa, deməli oksigen də azalacaqdır. Doğru cavab A variantı. Üçüncü sualımıza baxaq. Deyir ki, uyğunluğu müəyyən edin. Birdən başlayaq. Bir elə bir meyvədir ki, çiçəkli bitkidir, daha doğrusu, yəni meyvəsi qutucuqdur, çiçəkləri isə altı dişiciklidir. Deməli, bu nə ola bilər? Sarımsaq. Söhbət bilirsiniz hansı fəslədən gedir? Meyvəsi qutucuq meyvə olsun, çiçəkləri də altı erkəkcikli olsun. Söhbət zambaqlar fəsləsindən gedir. Burada da zambaqlar fəsləsinə aid olan sarımsaqdır. Ona görə də 1-ə D variantını yaza bilərik. Sonra başqa aid olan varmı? Xeyr, zambaqlar fəsləsinə başqa aid olan yoxdur. İndi ikinciyə keçək. İkincidə deyilir ki, meyvəsi qutucuqdur və ikiləpəli bitkidir. Meyvəsi qutucuq olan, ikiləpəli bitki olan, deməli, biz burada badımcan çiçəklər fəsləsini deyə bilərik. Badımcan çiçəklər fəsləsindən petunia 2-yə B aiddir. Bir də tütündür, tənbəkidir. Badımcan çiçəklər fəsləsindən söhbət gedir. 2-yə B-yə. 3-ə baxaq. Çiçəkləri yenə 6 erkəkciklidir və ikiləpəli bitkidir. Bu xaççəklər fəsləsindən söhbət gedir. 3-ə də xaççəklər fəsləsinə aid olan quduzotudur və bir də çöl xardalıdır. Deməli 1D, 2B-yə, 3-ə də AC olan variantımız olacaqdır. B variantı. Dördüncü suala baxaq. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Fərdi seçmə verilibdir. İki evli bitkilərə tətbiq olunur. Deməli, doğru kəsişmələri soruşur birdən. Xeyr. Fərdi seçmə iki evli bitkilərə tətbiq olunmur. Baxın, fərdi seçmə öz-özünə tozlanma nəticəsində yaranır. Yəni, öz-özünə tozlandırırlar. Əgər bu öz-özünə tozlanırsa, bu necə iki evli ola bilər? Axı, iki evlilər öz-özünə tozlana bilməz. Ona görə bir yanlışdır. Saf xəttlərin alınması ilə nəticələnə bilər. Bəli, çünki öz-özünə tozlanma bunun üçün xarakterikdir. 2 düzdür. Burada bir olan variantları ataq.
doğru kəsmələr 2 doğrudur. Ya C ya da Y variantımızdır. İki cinsi çiçəkləri olan bitkiləri. Bəli, iki cinsi nə deməkdir? Həm erkəkcik, həm də dişicik eyni bir çiçəyin üzərindədir və öz-özünə tozlanacaqdır. Deməli 3 də doğrudur burada. Resesiv mutasiyaların üzə çıxması ehtimalı azalır. Xeyr, əksinə artır. Çünki öz-özünə tozlanan zaman xəstəliklər daha çox üzə çıxır. Yəni burada müxtəliflik yaranmır. Resesivlərin yan-yana gəlmə ehtimalı daha çox olur. Buna görə də resesiv mutasiyaların üzə çıxması ehtimalı azalır, yox, əksinə artır. Resesivlər daha çox olur. Çünki öz-özünə də bu A-dırsa, o biri də öz-özünə tozlandığına görə bu da A olacaq. Gəlib resesivlər eyni yerə gələcəkdir. Ona görə də doğru kəsişmələr C variantı olacaqdır 4-də. İnsanda irsi xəstəliklər hansı hüceyrələrlə nəsl? Təbii ki də cinsi hüceyrələrlə irsi xəstəliklər ötürülür. 5B. 6-cı sual. Deməli, uyğunluğu müəyyən edin. Birinci qrafikə fikir verin. Birinci qrafikdə, daha doğrusu qrafikin birinci xəttində görürsünüz ki, bədən temperaturu artır. Bədən temperaturu, yəni sabit deyil. Bu nəyə aid idi? Hansı heyvanlara aid idi? Soyuqqanlı heyvanlara aid idi. Aha, bu soyuqqanlı heyvanlara aid idi. Deməli, məsəl üçün, soyuqqanlı heyvanlardan indi 2 ilə 3 istiqanlı heyvanlara aiddir. Çünki onların bədən temperaturu sabitdir. Bədən temperaturu sabit olan hansı idi? Quşlar idi, bir də məməlilər idi da, elə deyil. İkisində də sabit. İndi siz hardan biləsiniz ki, 2 ilə 3 hansı quşda, hansı məməlidir? Siz bilməlisiniz ki, quşların, məsəl üçün, məmələrdə daha çox belədir. Məsələn, biz insanda 36 dərəcə idi, 36,6 dərəcə idisə, amma quşlarda bədən temperaturu daha yüksək olur. Deməli, 2 yüksək olduğuna görə 2 quş olacaqdır. 3 də məməli olacaqdır. Birincisi də soyuqqanlı heyvanlar olacaqdır. İndi gəlin A, B onlara baxaq. A nədir? Ürək göstərib. Nəyin ürəyidir? Balığın ürəyidir. Elə deyil. Balıq nədir? Soyuqqanlıdır. Deməli, birə A variantını yaza bilərik. Sonra C amfibilərin baş beyni göstərilibdir. C-ni də yaza bilərik. Çünki soyuqqanlı heyvanlarda amfibilər, yəni sudokurda yaşayanlardan söhbət gedir. Bir də D-ni yaza bilərik. D də amfibilərin ürəyidir. Deməli 1-ə A, C, D-ni yaza bilərik. Sonra 2-yə quşlar. Quşlara aid olan burada B. Baxın, quşun baş beyni göstərilibdir. 2-yə B variantını yaza bilərik. 3-ə də Y variantını yaza bilərik. Çünki burada 3 məməllərin ürəyidir. Niyə? Hardan bildik məməllərin ürəyidir? Çünki ürəyin sol tərəfindən sol aorta göğsü çıxır. Əgər bu quşun ürəyi olsaydı, bir dəqiqə. Quşun ürəyi olsaydı, bax bunu görürsünüz, bu tərəfə boylanacaqdı. Yəni belə deyim. Ona görə də məməllərin ürəyidir. 3-ə də Y variantı. Deməli 1-ə A, C-dir. 2B, 3Y olan variantımız olacaqdır. Burada A variantı silinibdir. A variantı olacaqdır. Doğru cavab. 7-ci suala baxaq. Deməli, buğdanın dən meyvəsində qida maddələri endospermlə ruşeymiya birbaşa nə vasitəsilə daxil olur? Buğda nədir? Birləpəlidir. Birləpəllərdə kitabda da yazılıbdır. Endospermlə ruşeymiya birbaşa nə vasitəsilə daxil olur? Ləpə yarpağı vasitəsilə daxil olur. Formalaşmış nüvəsi olmayan canlılara aiddir. Formalaşmış nüvəsi olmayan canlılar söhbət bakteriyalardan gedir. Parazit formaları intoksikasiyaya səbəb olan maddələr ifraz. Bəli, təbii ki də zəhərlənmələrə səbəb olur. Bu doğrudur. Ona görə də 1 olan variantları aradan çıxırıq. Hüceyrələrində membransız orqanoidə rast gəlinmir. Bir dəqiqə, doğru nüvəsi olmayan, canlılara aiddir deyil. Bir dəqiqə. Deməli, canlılara aiddir deyil. Bu aiddir. Birincisi aiddir. Bəli, bu düzdür. Çünki intoksikasiyaya səbəb olan maddələr ifraz edirlər. Hüceyrələrində membransız orqanoidə rast gəlinmir. Yanlışdır. Məsələn, ribosom membransızdır. Amma təbii ki də bakteriyaların tərkibində ribosom vardır. Deməli, bu yanlışdır. 2 olanları ataq. Bəzi hallarda antibiotiklərə davamlı formalar meydana çıxır. Əlbəttə, bu da doğrudur. 1, 3. Bir çoxlarının patogenliyi epiteli hüceyrələrinə daxil olmaqla əlaqədardır. Bəli, bu 11-ci sinif dərsliyindədir uşaqlar. Yəni oradan həmindir. Burada izah ediləsi bir şey yoxdur. Yəni qısa konkret kitab cümləsidir. Oradan yenidən oxuyub, əgər bilmirsinizsə və ya yəni başa salınacaq da bir şey yoxdur. Həmin kitabı oxuyub, oranı yaxşı oxuyub bilə bilərsiniz. Epiteli hüceyrələrinə daxil olmaqla əlaqədardır. Bəli, bu da düzdür. Deməli doğru cavab olacaqdır D variantı. Amma bir dənə 5-ciyə də baxaq. Deyir ki, bütün parazit növlərində xarici membranın səthi strukturlarının tərkibi eynidir. Xeyr, bu səhvdir. Çünki orada qram müsbət, qram mənfi anlayışları var. Ona görə də xarici membranın səthi strukturlarının tərkibi eyni ola bilməz. 8-də olacaqdır doğru cavab D variantı. 9-cu sualımıza baxaq. İnsanın görmə siniri gözün hansı qişasından başlanğıc götürür və onun çıxdığı yer necə adlanır? İnsanda görmə siniri torlu qişadan başlanğıc götürür. İndi baxaq görə bu torlu qişanı bizə hansı formada veriblər? Yəni tam dəqiq torlu qişa yazmayıblar, dolayı yola veriblər.
Reseptorların yerləşdiyi qişadan və sarı ləkədən çıxır. Xeyr, bu yanlışdır. İşıq şüalarını sərbəst buraxan qişadan və kör xeyr. İşıq şüalarını sinir impulslarına çevirən qişadan. Bəli, torlu qişa işıq şüalarını sinir impulslarına çevirir və onun çıxdığı yerdə kör ləkə adlanır. Doğru cavab C variantı. Yenə də göz dərsini oxuyub, analizatorları oxuyub özünüzdə yadınızda saxlamaq üçün onu dəqiqləşdirə bilərsiniz. 10-cu suala baxırıq. Deməli, burada seçmə verilibdir. Bu hərəkət verici seçmədir. Görürsünüz, ilk öncə burada ortada stabildir. Get-gedə görürsünüz, kənarlaşdırılır fərdlər. Hərəkət verici seçmədir. Yəni, yerində durmur, hərəkət edir. Təbii seçmənin sxemdə göstərilən formasına aid olanları müəyyən edin. Birinci, populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricisinə malik fərdlərin kənar edilməsi. Bəli, kənar edilir. Çünki hərəkət verici seçmədir. Bir doğrudur. Bizdən nəyi soruşurdu? Doğru olanlar soruşurdu da. Hə, aid olanlar müəyyən edin. Populyasiyanın fərdləri arasında böyük oxşarlığın, xeyr, bu stabilləşir. Yəni, stabil qalıb ki, oxşarlıq olsun. Amma bu stabilləşdirici deyil, axı hərəkət eləyib də, hərəkət verici seçmədir. 2 yanlışdır. Xarici mühitin dəyişilən şəraitində yeni əlamətlərin, bəli, bu da doğrudur. 1-3. Az və ya çox dərəcədə sabit şəraitdə populyasiyaların bir çox illər ərzində dəyişməsi. Xeyr, dəyişməz qalması adı üstündə stabil qalmasıdır. Bu da stabilləşdirici seçməyə aiddir. Bu da yanlışdır. İri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarını açıq rəngli formalara sıxışdırması. Bəli, hərəkət verici seçmədir. 1-3-5. Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı söhbəti isə stabilləşdirici seçməyə aid idi. Deməli, doğru cavabımız olacaqdır. 1, 3 və 5. C variantı. Burada 1 düşməyibdir. Yəni, doğru cavab olacaqdır. C variantı. 11-ci sual. İnsanın ağciyər qovuqçuqlarında qazlar mübadiləsi zamanı aşağıdakilərdən hansı baş verməz? Oksigen diffuziya yolu ilə qan plazmasına keçər. Bəli, bu doğrudur. Çünki nəfəs alırsan, oksigen də keçəcəkdir qan plazmasına. CO2 diffuziya yolu ilə ağciyər qovuqçuqlarına keçər. Bəli, yəni burada qazlar mübadiləsi keçir. Təsəvvür edin ki, nəfəs alırsınız. Nəfəs alanda nə udursunuz? Oksigen udursunuz. Oksigeni udub siz onu qan plazmasına, qana ötürürsünüz. Karbon qazını isə qandan ağciyər qovuqçuğuna ötürürsünüz ki, siz nəfəs verəndə o karbon qazını çıxardasınız. Venoz qan arterial qana çevrilər. Bəli, bu doğrudur. Qanda oksigenin qatılığı artmağa başlayır. Bəli, çünki sən nəfəs alırsan, oksigen udursan, qana oksigen verirsən, oksigenin qatılığı artır. Ağciyər qovuqçuqlarında oksigenin qatılığı artar. Xeyr, ağciyər qovuqçuqlarında baxın, B ilə Y bir-birinə ziddir. Yəni, biri doğrudursa, təbii ki də biri səhv olacaq. Ağciyər qovuqçuqlarında oksigen qatılığı artmır, oksigen qatılığı azalır. Karbon qazının qatılığı artır. Çünki sən karbon qazını artıq ətraf mühitə verirsən, doğru cavab olacaqdır. Burada Y variantı. Aha, deməli, qrafikdə diploid çiçəkli bitkidə spermlər rüşeym kisəsinə daxil olduqdan sonra yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayının zamana görə dəyişməsi göstərir. Baxın, fikir verin qrafikə. Nəyin nədən dəyişməsi, nəyin nədən asılığı göstərilib? Ana bitkinin irsi əlamətini daşıyan hüceyrə sayının zamandan asılı qrafiki göstərilibdir. Verilənlərə əsasən uyğunluğu müəyyən edin. Əvvəlcə xromosom dəstə haploid olan hüceyrə mayalanmışdır, yəni yumurta hüceyrə mayalanmışdır demək istəyir burada. Vegetativ hüceyrə, yəni nüvə rüşeym kisəsinə daxil olmamışdır. Birinci gəlin bir iki qat mayalamanı yadımıza salaq. İki qat mayalanma zamanı kənarda 6 dənə hüceyrə, bir də mərkəzi hüceyrə olur da. Bunlar kənardakilər haploid idi, ortadakı da diploid idi. Elə deyil. Bunlar N. Bu da nə olurdu? 2N olurdu. Bir dənə də sperm çəkək kənarda. Bunlar da spermlər olsun məsəl üçün. Aha. İndi gəlin baxaq, 0T1 intervalına baxaq. 0T1 intervalında yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrələrin sayı baxın 7 olubdur, stabil qalıbdır 0T1 aralığında. Stabil qalıb. Deməli, A-da deyilir ki, rüşeym kisəsində diploid xromosom dəstinə malik bir hüceyrə var. Baxın, söhbət mərkəzi hüceyrədən gedir. Bunlar hamısı haploiddir. Yalnız diploid xromosom dəstinə malik bir hüceyrə var. 0T1 aralığında. Deməli, 1-ə aid olacaqdır A variantı. Sonra, rüşeym kisəsində haploid xromosom dəstinə malik 8 hüceyrə var. Bu da 0T1-ə aiddir. Niyə? Çünki haploid hansılardır? Baxın. 1, 2, 3, 4, 5, 6, 7, 8 spermlərdə sayırsız, düzdür. Hələ ki, spermlərdə haploid, ona görə 8 dənə olur. Bu da 0T1 aralığına aiddir. Deməli, 1-ə həm A, həm də B-ni yaza bilərik. Sonra,
Ziqot əmələ gəlir. Ziqot artıq harda əmələ gələcəkdir? Bu spermilərdən biri gəlib yumurta hüceyrəni mayalandıranda ziqot əmələ gələcəkdir və bu zaman baxın T1 ilə T2-yə fikir verin, 7-dən 6-ya düşübdür. Deməli, yalnız ana bitkinin irsi əlamətlərini daşıyan hüceyrə sayı bir vahid azaldı. Niyə azaldı? Çünki bu yumurta hüceyrənin biri sıradan çıxdı. Yalnız ana bitkinin əlamətini daşımadı. Çünki ata bitkidən də gələn spermi birləşdi. İkisinin bir yerdə əlamətini daşıdığından görə yerdə qaldı 6 dənə. Hansıdır o 6 dənə? 1, 2, 3, 4, 5, 6. Əvvəl 7 dənə idi ona görə. Amma biri sıradan çıxdı. Axı sıradan çıxdı deyəndə ata bitki gəlib ona birləşdi. Ona görə yalnız ananın əlamətini daşımadığına görə deməli 2-yə C-ni aid edəcək. Rüşeym kisəsində diploid xromosom dəstinə malik olan 2 hüceyrə var. Bu da T1 ilə T2 aiddir. Çünki bir mərkəzi hüceyrə, bir də gəldi bu spermi yumurta hüceyrəni birləşdirdi. İkisi də N idi. Oldu 2N oldu. Bu da aiddir D-yə, 2-yə. 1-ə AB, 2-yə CD, ABC-də Y qaldı. Rüşeym kisəsində həm ata, həm də ana bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə vardır. Rüşeym kisəsində həm ata, həm də ana bitkinin irsi əlamətlərini daşıyan bir hüceyrə var. Təbii ki də bu da mayalanandan sonra T1 ilə T2 aralığında mayalanma baş verdi və bu proses oldu. Deməli, 1-ə aiddir AB, 2-yə C, D, Y. 1-ə AB, 2-yə C, D, Y. 12-də olacaqdır doğru cavabımız A variantı. 13-cü sual. X və Y üçün ümumi olanı müəyyən edin. Baxın, X flema borulardır, Y isə xlema borulardır. Liflər əmələ gətirir. Xeyr, liflər mexaniki toxumaya aiddir. Flema və xlema isə ötürücü toxumaya aiddir. Liflər əmələ gətirmirlər. Lifləri əmələ gətirən mexaniki toxumadır. Flayemada mövcuddurlar. Bu da ümumi deyil. Flayemada mövcud olan yalnız X-dir. X ilə flayema özü flayemada mövcuddur. Amma Y isə xlema isə oduncaqda mövcuddur. Ona görə bunu da ümumi götürə bilməzsiniz. Hüceyrələri ölüdür. Bunu da ümumi götürə bilməzsiniz. Flayemanın hüceyrələri canlı, xlemanın isə ölüdür. Yarpağın damarlarına daxildir. Bəli, gedin yarpaq dərsini açın. Yarpağın daxili quruluşuna baxın. Orada həm flayema var, həm xlema var. Ona görə doğru cavab D olacaqdır. Hüceyrələri canlı olanda yalnız flayemadır. Hüceyrələr ölü olanda xlemadır. 14-cü suala baxaq. Sxemə əsasən doğru kəsişmələri müəyyən edin. Qaraciyər sorucusu göstərilibdir. Əsas sahibi manti boşluğuna malik olur. Xeyr, qaraciyər sorucusu əsas sahibi qaramaldır, aralıq sahibi isə ilbizdir. Əsas sahibi qaramaldırsa bu necə manti boşluğuna malik ola bilər ki? Bu yanlışdır. Aralıq sahibin bədəninə daxil olan sürfə bilavasitə əsas sahibin bədənində əmələ gəlir. Xeyr. Belə deyək, ətraf mühitdə əmələ gəlir. Aydındır, bilavasitə əsas sahibin bədənində əmələ gəlmir, ətraf mühitdə əmələ gəlir. Qaraciyər sorucusu kirpikli sürfə şəklində aralıq sahibin bədəninə daxil olur, quyruqlu sürfə şəklində isə aralıq sahibin bədənini tərk eləyir. Həmin o kirpikli sürfə əsas sahibin bədənində əmələ gəlmir. Yumurta halında əsas sahibin bədənindən düşəndə çöldə, yəni ətraf mühitdə əmələ gəlir. Ona görə 1 də səhvdir, 2 də səhvdir. Bizdən doğruları müəyyən edin deyir. Aha. Əsas sahibi ikinci siqnal sisteminə malik ola bilər. Bəli, əsas sahibi yalnız qaramal deyil, insan da olur qaraciyər sorucusunun. Ona görə insan da nitq, yəni ikinci siqnal sistemi deyəndə danışıq, yəni nitq nəzərdə tutulur. Bu doğrudur. Əsas sahibin bədəninə daxil olduğu inkişaf mərhələsi aralıq sahibin bədənindən kənarda əmələ gəlir. Bəli, deyir ki, əsas sahibin bədəninə daxil olduğu inkişaf mərhələsi aralıq sahibin bədənindən kənarda əmələ gəlir. Əsas sahibin bədəninə finna şəklində daxil olur. Finna şəklində daxil olanda, məsəl üçün, aralıq sahibi nə idi? İlbiz idi. İlbizin bədənindən kirpikli girdi, quyruqlu çıxdı. Həmin quyruqlu, daha doğrusu üzr istəyirəm, finna şəklində yox, sista halında daxil olur. Həmin o quyruqlu sürfə sonra sista halını alır və aralıq sahibin bədəninə, daha doğrusu əsas sahibin bədəninə daxil olur. Doğru cavab olacaqdır burada 3-4 Y variantı. 15-ci sual. Yaşıl quş mamırının inkişafının hansı mərhələlərində diploid xromosom dəstinə malik hüceyrələr ola bilər? Burada sxem əslində belə göstərilib, belə bu şəkildə. Hansı mərhələlərində diploid xromosom dəstinə malik hüceyrələr ola bilər? Deməli, burada olacaqdır. Baxın, diploid xromosom dəstinə malik hüceyrələr ola bilər. 15-də
Deməli, burada birinci mərhələdə olmayacaqdır. Niyə? Çünki birinci mərhələdə yetkin bitkidə məsəl üçün qametlər əmələ gəlir, elə deyil. Qametlərdə haploiddir. Ona görə bunu atdıq. Sonra zigot əmələ gəlir. Baxın, 3-cü mərhələdə ola bilər. Çünki zigot nədir? Diploiddir də. N qametlər birləşir, 2N zigot əmələ gətirir. Ona görə 3-cü mərhələni götürürsünüz. Bir də qutucuq, bəli. Qutucuqda da diploid mərhələ vardır. Ayaqcıq üzərində qutucuq. Qutucuq 2N-dir. Yəni diploid xromosom dəstinə malikdir. 4-ü də götürürsünüz. Spor haploiddir. Protonema da həmçinin spordan inkişaf elədiyinə görə protonema da olacaqdır. Haploid. Burada olacaqdır. Doğru cavab 3, 4. Aha, 16-cı sual. Deməli, deyilir ki, döş qəfəsi 31, 37 və 40 sümükdən ibarət 3 müxtəlif məməli heyvanda cəmi neçə qabırğa olar? Baxın, bunu necə eləyirsiniz? Nə olursa olsun, yəni döş qəfəsi sümüklərində bir dənə döş sümüyü olur. Yəni hansı heyvan olursa olsun, təkcə hamısında bir dənə döş sümüyü var. Deməli bizim bir dənə açarımız var ki, bir dənə döş sümüyü var. Əgər 31 dənə ümumi döş qəfəsində sümük varsa, bunun bir dənəsi nə olacaqdır? Döş sümüyü olacaq. Yerdə neçə dənə qaldı? 30 dənə qaldı. Yəni 31 minus 1, 30 dənə. Yəni o 30 dənə fəqərə və qabırğaların cəmidir. Əgər ki bir heyvanda x dənə fəqərə varsa, ondan 2 dəfə çox qabırğa olur da. İki tərəfdən də axı bir fəqərəyə 2 tərəfdən qabırğa birləşir. Başa düşdünüz də yəqin nə demək istədiyimi. Ona görə də 2 dəfə çox nə olacaqdır? Qabırğa olacaqdır. Bu da 30-a bərabərdir. Bax buna əsasən hesablayırıq hələ birinci. 3x bərabərdir 30, x də bərabərdir 10-a. Onu da bizdən qabırğa soruşduğuna görə onu da 2-yə vurursunuz. Çünki bu fəqərə sayını aldıq. Onu da 2-yə vurursunuz, eləyir 20. Deməli, birinci heyvanda, birinci canlımızda, məməli heyvanda 20 dənə qabırğa var. Sonra 37 olana baxaq. 37-dən yenə 1-i çıxırsınız. Çünki bir dənə döş sümüyü var. 37-dən 1 çıxanda yerdə qalır 36. Yenə də eyni qaydada x plus 2x bərabərdir 36-ya. Buradan da 3x bərabərdir 12-yə. Daha doğrusu 3x bərabərdir 36, x də bərabərdir 12-yə. 12-ni də 2-yə vurursunuz 24-ə. Deməli, ikinci heyvanda 24 dənə qabırğa var. O biri də 40 dənə sümükdür. 40-dan çıxırsınız 1-i eləyir 39. 3x bərabərdir 39, x bərabərdir 13. 13-ü də 2-yə vurursunuz eləyir 26. O biri heyvanda da 26'dır. Bunların hamısının cəmi edəcəkdir. Deməli 70. Doğru cavab olacaqdır Y variantı. Cədvəldə insanın müvafiq vəzlərinin funksiyaları verilmişdir. Qrafiklərdə T anından sonraki dəyişmələrə baxın. Burada fikir verin. Həmin qrafiklər sizin başınızı qarışdırmasın deyə bu cümləyə fikir verin. Sonra deyəcəm niyə fikir verməlisiniz. Qrafiklərdə T anından sonraki dəyişmələrə səbəb olan hormonların düzgün göstərildiyi sıranı müəyyən edin. Deməli, birinci qrafikə baxın. Birinci qrafikə baxın. Birinci qrafikdə qanda kalsiumun miqdarı. Burada deyə bilərsiniz ki, qanda kalsium miqdarı əvvəl azalıb, sonra artıb. Mən indi bunu nəyə əsasən artanı mı götürüm, azalanı mı götürüm? Bax, ona görə sizə deyirdim ki, burada yazılı bax, qrafiklərdə T anından sonraki dəyişmələr. Deməli, burada T anı ortadadır da, elə deyilsiniz, bu tərəfə baxacaqsınız. Bu tərəf sizə lazım deyil. T anından sonra olan hissəyə baxacaqsınız. T anından sonra da görürsünüz ki, qanda kalsiumun miqdarı artıbdır. Qanda kalsiumun miqdarını artıran parathormondur. Yadınızda saxlayın. Qanda kalsium miqdarını artıran parathormondur. Çünki parathormon sümükdən qana, bax bunu yadınızda saxlayın. Parathormon sümükdən qana kalsium verir. Təkrar edirəm, bir yerə yazın. Parathormon sümükdən qana nə verir? Kalsium verir. Ona görə də sümükdən qana kalsium verdiyinə görə qanda o kalsium miqdarını artıracaqdır. Deməli, birincinə aiddir parathormon. İkinciyə baxın. Qanda glikozanın miqdarı. Yenə T-dən sonrasına baxırsınız. Bu tərəf sizə lazım deyil. T-dən sonra görürsünüz ki, burada qanda glikozanın miqdarı azalıbdır. Qanda glikozanın miqdarını azaldan mədə-altı vəznin insulin hormonudur. Deməli, ikinci olacaqdır insulin. Üçüncüyə baxırsınız. Qaraciyərdə glikogen miqdarı. Yenə də qaraciyərdə glikogenin miqdarı burada azaldığını görürsünüz. Fikir verin. Sonra qaraciyərdə glikogenin miqdarı deməli burada buna da aid olacaqdır. Deməli glikogon. Glikogon da qaraciyərdə glikogenin miqdarı azaldır. Ay bir dəqiqə. Glikogon. Deməli birinci oldu parathormon, ikinci insulin, üçüncü də glikogon. Doğru cavab olacaqdır C variantı.
18-ci sual. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, burada xaçlı hörümçək, bir də kələm kəpənəyi göstərilib. Birinci dərəcəli konsumetdir. Birinci dərəcəli konsumet kələm kəpənəyidir. Çünki, baxın, konsumet nə idi? Produsenti yeyən. Produsent nə idi? Bitki idi. Kələm kəpənəyi kələmin yarpaqları ilə qidalandığına görə, yəni bitki ilə qidalandığına görə siz buna birinci dərəcəli konsumet deyə bilərsiniz. Kitab şəkilli ağciyərlərə malikdir. Təbii ki, bu xaçlı hörümçəkdir. 10-cu sinifdə açıb baxa bilərsiniz. İlk mövzularda olmalıydı. 1-ə aiddir 2. Düzünə inkişaf edən canlıdır. Düzünə inkişaf edən canlı bu aiddir xaçlı hörümçəyə. Aha. İnkişafı tam çevrilmə yolu ilə gedir. Bütün mərhələləri var. Bu aiddir kələm kəpənəyinə. 2-yə 1, 4. İfrazat sistemi həzm sistemi ilə əlaqəlidir. Bu, deməli, bunlarda nə olacaqdır? Ortaq olacaqdır. 5-ci aiddir ortaya. Boru şəkilli ürəyə malikdir. Hər ikisi boru şəkilli ürəyə malikdir. Yəni, həşəratdılar. Ona görə 5, 6. Deməli, aiddir 1-ə 2, 3. 3-ə 2-yə 1, 4. 5, 6 olacaqdır. Doğru cavab D variantı. Burada D göstərilməyib. Yəni, bu variant D variantını götürərsiniz 18-də. 19-cu sual. F ilə işarələnmiş dişi homogametliyə malik iki evli bitkinin endosperm hüceyrəsindəki cinsiyyət xromosomları XXX-dırsa, bu bitkinin toxumundan əmələ gələn bitki hansı olar? Baxın, fikir verin. İki evli bitkidir. Yəni, dişi bitki var. Erkək bitki isə burada deyil. Niyə deyil? Çünki iki evlidir. Erkək başqa bir bitkinin üzərindədir. İndi, əgər ki, cinsiyyət xromosomları endosperm nədən əmələ gəlirdi? Bir dənə mərkəzi hüceyrə və spermin birləşməsindən. Dişi bitki zaten homogametdirsə, yəni XX olacaq da, elə deyil. Bunun mərkəzi hüceyrəsi XX-dırsa, deməli, spermi X olub ki, plus, bu plus daha, spermi X olub ki, bunun endospermi də XXX olub. Yəni, erkək də X-dir ki, X verib ki, spermi X olub ki, endospermini XXX əmələ gətirib. Ona görə də bunun X spermi gedib dişinin X-i ilə birləşəndə mütləq dişi əmələ gətirəcək. Yəni, bunun başqa bir şey əmələ gətirmə ehtimalı olmayacaq. Yalnız dişi olanda burada, baxın, 4-cüdür. Ancaq D deyən dişi yazılıbdır. Erkək əmələ gətirmir, dişi və erkək əmələ gətirə bilməz. Çünki bu iki evlidir. Erkək dişi iki cinsli çiçəkdə əmələ gətirə bilməz. Doğru cavab olacaqdır Y variantı. 20-ci sual. Sxemə əsasən X, Y və Z prosesləri üçün hansı ifadə yanlışdır? Gəlin birinci baxaq görək. X nədir, Y nədir, Z nədir? X, baxın, DNT bu o deməkdir ki, X replikasiyadır. Yəni, DNT ikiləşibdir burada. DNT-dən DNT əmələ gəlibsə, bunun bir tək açıqlaması var. Deməli, DNT burada ikiləşibdir. DNT özünü yenidən əmələ gətirir. Y prosesi DNT-dən məlumat RNT-nin əmələ gəlməsi. Bu nə deməkdir? Transkripsiya. DNT məlumat RNT əmələ gəlir. Sonra Z prosesi isə məlumat RNT-si və zülal. Artıq burada zülal sintezi olur. Yəni transilyasiya prosesidir. Deməli, təkrar edirəm. X replikasiya, Y transkripsiya, Z transilyasiya. Hansı ifadə yanlışdır deyir. X-da baş verən dəyişikliklər mutasiyalara səbəb ola bilər. Bəli, düzdür. DNT-nin ikiləşməsi zamanı orada əgər bir səhvlik olarsa, bu gen mutasiyalarına səbəb olur. Bu düzdür. Z-də peptid rabitə sayı artır. Bəli, Z-də zülal sintez olunur. Zülal sintez olunanda da onları bir-birinə birləşdirən peptid rabitə olduğuna görə nə qədər zülal çox olsa, o qədər də peptid rabitə olacaqdır. Sayı artır, düzdür. Hər üç prosesdə biopolimer əmələ gəlir. Bəli, bunlar DNT-dir, məlumat RNT-dir, zülaldır. Bunlar hamısı biopolimerdir. Biopolimer o deməkdir ki, baxın, bio nədir, bios nədir, canlıdır. Yəni, hər biri canlı orqanizmlərin tərkibinə daxildir. Bəli, bu düzdür. Hər üç prosesdə dezoksiribozanın miqdarında azalma müşahidə edilir. Elə variant bu olacaq. Niyə? Bir dəqiqə F-ə də baxaq, sonra D-ni izah eləyəcəm sizə. Y-də 5 növ azotlu əsas, 8 növ nukleotid iştirak edə bilər. Y nə idi? Transkripsiya idi. Transkripsiyada həm DNT, həm də RNT iştirak elədiyinə görə 5 növ azotlu əsas, yəni adenin, guanin, sitozin, timin və urasil və 8 növ nukleotid iştirak edəcəkdir. Həm DNT-nin nukleotidləri, həm də RNT-nin nukleotidləri iştirak eləyəcəkdir. Bu düzdür. D niyə səhv oldu? Miqdar, burada dezoksiribozanın miqdarının azalması yalnız X prosesində baş verir. Çünki həmin bu DNT özünü ikiləşdirəndə, replikasiya edəndə öz dezoksiribozasını sərf eləyir. O dezoksiribozanı bölür. Ona görə də X prosesində sərf olunur. Amma Y-dən Z-də isə heç bir dəyişiklik baş vermir. Məsələn, Y-də riboza sərf olunur. Çünki məlumat RNT
məlumat RNT-yə aiddir. Z-də də yenə dezoksiriboza stabil qalır, sərf olunmur. Yalnız X-da dezoksiriboza sərf olunur, çünki bu bölünür, dezoksiribozasını verir, sərf edir. Ona görə də D variantıdır. Sağlam insanın həzm kanalında baş verən aşağıdakı proseslər haqqında hansı müddəalar doğrudur? Tamam. Deməli deyir ki, birincidə A prosesi ödün təsiri ilə yağın kimyəvi parçalanmasıdır. Xeyr, səhvdir. Niyə? Kimyəvi parçalanma yox, mexaniki parçalanmadır. Ona görə də bir səhvdir. Hər iki proses həzm kanalının eyni şöbəsində gedir. Bəli, düzdür. Nazik bağırsaq, yəni 12 barmaq bağırsaqda gedir hər iki proses. Ona görə də bu da düzdür. Bu düzdür. X və Y axacaqlara malik həzm vəzlərdir. Baxın, X orqanı öd ifraz edir. Deməli, X nədir? Qaraciyərdir. Y isə lipazdır. Deməli, Y isə mədə-altı vəzidir. Hər ikisinin axacağı var. Axacaqlara malik olan həzm vəzlərdir. Bu da düzdür. B prosesi A prosesindən fərqli olaraq həzm kanalının bütün şöbələrində gedir. Xeyr. Lipaza bütün şöbələrdə aktiv deyildir. Yalnız nazik bağırsaqda aktivdir. Ona görə də bu da yanlışdır. A prosesi X orqanında, B prosesi isə Y orqanında gedir. Xeyr, səhvdir. X orqanı qaraciyərdir, Y orqanı mədə-altı vəzidir. Bu səhvdir. Niyə səhvdir? Çünki X orqanında və ya Y orqanında heç bir proses getmir. Onlar sadəcə X və Y orqanları ödlə lipaza ifraz eləyir ki, bircə dənə orqanda, yəni bağırsaqda o proseslər getsin. Yəni bu prosesi aparan X ilə Y deyil. Onların ifraz etdiyi fermentlərlə şirə, yəni ödlə lipazadır. Prosesi icra edən bircə dənə orqan olan 12 barmaq bağırsaqdır. Yəni ona görə də bu səhvdir. Doğru cavabımız olacaqdır 2 və 3B variantı 21-də. İnsan skeletində dik gəzməklə əlaqədar deyil. Aşağı ətraf qurşağının enli olması bu aiddir. Döş qəfəsinin yanlara doğru genişlənməsi aiddir. Onurğanın eş şəkilli əyriliyi, ayağın altında tağ şəklində olması ayağın altının. Kəllənin beyin şöbəsinin böyük. Xeyr, kəllənin yəni böyük və ya balaca olmasının, yəni beyin və ya üç şöbəsinin bizim gəzməyimizə heç bir əlaqəsi yoxdur. Ona görə də Y variantı olacaqdır. Sağlam qadın orqanizmində 28 günlük aybaşı siklini nəzərə alaraq ifadəsini hesablayırıq. Deməli, A verilib ki, bir siklda sarı cisim fazasının müddəti, bir siklda cəmi 14 gün sarı cisim fazası olur. Ovulyasiyanın baş verdiyi gün də elə 14-cü gündür. Qadın ontogenezində yetişə bilən minimum yumurta hüceyrələrinin sayı 350-500 idi. Minimum 350, maksimum 500 idi. Minimum soruşduğuna görə 350 ilə götürürük burada. Deməli, biz nə edəcək? İndi bu ifadə, deməli, C-nin yerinə 350 qoyuruq. A-nın yerinə 14 qoyuruq. B-nin yerinə də 14 qoyuruq. B-nin yerinə də 14 qoyuruq. Deməli, bunu da hesablayanda 350, 14 cavab eləyəcəkdir 11. 23-ün cavabı 11-dir. 24-cü sual. Paleozoy erasının Perm dövründə uçan onurğalar yaranır. Xeyr. Yırtıcı dişli sürünənlər yaranır. Bəli, bu doğrudur. Yırtıcı dişli sürünənlər. Trilobitlərin nəsli kəsilir. Bəli, bu da doğrudur. Hörümçəklər meydana çıxır. Xeyr. Rüşeym kökçəyi əmələ gətirən generativ orqan meydana çıxır. Xeyr. Daş kömür meşələri yox olur. Bəli, bunu elə yəni izah eləsi bir şey yoxdur. Xronoloji cədvələ əgər yadınızdan çıxıbsa bir də oradan yaxşıca oxuyun. Sonra da imtahana gedin. 25-ə baxaq. Deməli. Şəkildəki orqanoidin xüsusiyyətlərini müəyyən edin. Şəkildəki orqanoid nədir? Xloroplastdır. Xloroplast. Tərkibində kristlər var. Xeyr, kristlər mitoxondrida var. Ona görə bu yanlışdır. Monosaxaridlərin sintezində iştirak, bəli, xloroplast glikozu sintez edir. Glikoz da monosaxariddir, sintezində iştirak edir, düzdür. Tərkibində zülal sintez olunur. Bəli, bu da düzdür. Sonra prokaryotlarda və eukaryotlarda rast gəlinir. Xeyr, prokaryotlarda xloroplast yoxdur, bu səhvdir. Hüceyrə tənəffüsündə iştirak edir. Xeyr, səhvdir. Hüceyrə tənəffüsündə iştirak edən mitoxondridir. Bölünmə yolu ilə çoxalır. Bəli, düzdür. Bölünmə yolu. Çünki öz DNT-si var. Bölünmə yolu ilə çoxala bilir. 2, 3, 6 olacaqdır. Doğru cavab. Doğru ifadələri müəyyən edin. X amöb, Y evglena, Z infuzor tərlikdir. Yuxu xəstəliyinin törədicisi Y orqanizmi ilə eyni sinifdə aiddir. Yuxu xəstəliyini trimpanosom törədir. Trimpanosom qamçılılara aiddir. Y nədir? Evglenadır. Evglena da qamçılıdır. Deməli, bu doğrudur. Hər ikisi qamçılıdır. Bir doğrudur.
Leishmaniya Z orqanizmi ilə eyni sinifə aiddir. Leishmaniya qamçılıdır. Z orqanizmi isə infuzor tərlikdir. İnfuzorlar sinifinə aiddir. Bu səhvdir. Biri qamçılı, biri infuzorlar eyni sinifə aid deyil. 2 səhvdir. Toksoplazma X və Y orqanizmləri ilə eyni tipin nümayəndəsidir. Toksoplazma sporlar tipinə aiddir. X ilə Y sarkomastoforlar tipinə aiddir. Eyni tip olmadı. Ona görə 3 də səhvdir. X, Y və Z orqanizmləri 3 müxtəlif tipin nümayəndəsidir. Bu da səhvdir. Niyə səhvdir? Çünki X ilə Y eyni tipin nümayəndəsidir. Sarkomastoforlardır. Z isə infuzorlar tipinə aiddir. Z müxtəlifdir, amma X ilə Y eynidir. Ona görə bu da səhvdir. X və Y orqanizmləri 2 müxtəlif sinifin nümayəndəsi. Bəli, X sarkodinlər sinifinə aiddir. Y isə qamçılılar sinifinə aiddir. Müxtəlif sinif oldu. Deməli 1 ilə 5 olacaqdır burada da. Doğru cavab. 27. X-in müasir nümayəndələrinin döş qəfəsinin 40 sümükdən ibarət olduğunu bilərək sxemə əsasən uyğunluğu müəyyən edin. İlk öncə baxın, parapiteklər nəyə başlanğıc veribdir? Hippon, orangutan, bir də driopitekə başlanğıc verib. Burada zaten driopiteki özü yazıb. İndi biz X ilə Y-ı hippon hansı, orangutan hansı olduğunu necə bilək? Yuxarıda bizə deyilən şərtə görə. Deyir ki, X-in müasir nümayəndələrində döş qəfəsində 40 sümükdən ibarətdir. Baxın, yadınıza saxlayın. Orangutanın döş qəfəsi sümüyü insanda olduğu kimidir. Amma burada X əgər 40 sümük varsa, axı insanda 40 deyil. Ona görə deməli orangutan gedir, yerdə qalır hippon. Deməli X burada B. X-ə aiddir B. Hippon imiş. Onda Y nədir? Orangutandır. C variantı. Aha, sonra 1'ə B, 2'ə C, 3'ə də aid olacaqdır. Burada bir dənə qaldı şimpanze. Driopiteklərdə şimpanze, avstralopitek, bir də gorillaya başlanğıc verib. Ona görə də 3'ə də, Z-ə də olacaqdır. D variantı. Gəlin baxaq situasiya. Çox maraqlı bir situasiya tapşırığımız var. Deyir ki, pasiyent həzm sistemi orqanlarının müayinəsi üçün həkimə müraciət edir. Həkim ilk olaraq tibb bacısından onun ağız suyunu sınaq şüşələrinə yığmasını istəyir. Pasiyentdə televizorda səssiz qida reklamı göstərilir. Ağız suyu yığıldıqdan sonra A sınaq şüşəsinə əvvəlcə, baxın, dediklərini qeyd edək. Deməli, A sınaq şüşəsi götürək. Təsəvvür edin ki, həkimsiz, yəni özünüz bir həkim yerinə qoyun. A sınaq şüşəmiz var. A sınaq şüşəsində birinci ağız suyu var. Çünki ağız suyunu götürdü. Sonra pilus. Başqa nə var? Ağız suyu A sınaq şüşəsinə əvvəlcə müəyyən miqdarda nişasta, sonra nişasta var. Nişasta. Pilus. Başqa nə var? Müvafiq temperaturda saxladıkdan sonra isə yod məhlulu. Sonra bir də yod var. Deməli, A sınaq şüşəsində ağız suyu var, nişasta var, yod var. Bu təcrübə nəticəsində həkim ağız suyunun tədqiq olunan fermentinin öz funksiyalarını lazımi səviyyədə yerinə yetirdiyini müəyyən edir. B sınaq şüşəsində isə lizosimin aktivliyi tədqiq edilir. Həkim qeyd edir ki, lizosimin də aktivliyi normadadır. Gəlin indi baxaq görək burada nə deyir. Nəyə əsasən həkim A sınaq şüşəsi ilə bağlı nəticəyə gəldi? Bax, A sınaq şüşəsi ilə bağlı hansı nəticəyə gəldi? Dedi ki, ağız suyunun tədqiq olunan fermentinin öz funksiyalarını lazımi səviyyədə, yəni düzgün işləyir. Niyə belə bir qənaətə gəldi? Baxın, yadınızda saxlayın bir dəqiqə. Ağız suyu fermenti amilaza. Ağız suyu fermenti amilaza nişastanı parçalayır. Bir də təkrar edirəm. Ağız suyunun fermenti amilaza nişastanı parçalayır. Yod isə, bax burada olan yod isə nişastanı göy rəngə boyur. İndi ağız suyunun fermenti olan amilaza nişastanı parçaladığına görə, orada nişasta qalmadığına görə, yod da nişasta qalmadığı üçün onu göy rəngə boya bilmədiyinə görə həkim bildi ki, deməli amilaza yaxşı parçalayıb ki, amilaza yaxşı fəaliyyət göstərir ki, orada nişasta qalmadı. Yod onu göy rəngə boya bilmədi. Belə ümid edirəm ki, qarışıq gəlmədi, açıq aydın oldu sizə. Ona görə də deməli bu amilaza yaxşı işləyibdi. Ona görə bu qənaətə gəldi həkim. Aha. Yəni cavabı bu şəkildə əsaslandırırsınız. Sonra 29-da deyilir ki, həkim tərəfindən B sınaq şüşəsində tədqiq edilən maddə hansı üzvü birləşmələrə aiddir? Lizosim. Baxın, B sınaq şüşəsində isə lizosimin aktivliyi tədqiq edildi. Lizosim fermenti, yəni zülaldır. Birinci cavabı zülal, yəni zülallara aiddir. Bu üzvü birləşmələr insan hüceyrəsinin hansı 3 müxtəlif orqanoidində sintez oluna bilər? Bir dənəvər endoplazmatik şəbəkədə zülal sintez olunur. Çünki dənəvər endoplazmatik şəbəkənin üzərində ona dənəvər verən ribosomlar vardır. Ribosomda zülal sintez eləyir. Bir elə ribosomun özündə sintez oluna bilər. 2 dənə oldu. Bir də mitoxondrida sintez oluna bilər. 3 dənə oldu. Deməli, dənəvər endoplazmatik şəbəkə, ribosom və mitoxondri. Sonra 30-cu sual.
Pasiyentə televizordakı reklam nə məqsədlə göstərilmişdi? Baxın, televizorda səssiz qida reklamı göstərir ki, bunun ağzından, yəni ağız suyu ifraz olunsun. Deməli, burada neynədi həkimlər? Şərti refleks yaratdı. Yəni şərti refleks yaratmaq məqsədi ilə, ağız suyu ifrazını almaq məqsədi ilə. Bu zaman onda reflekslərin hansı qrupu müşahidə olundu? Şərti refleks yarandı. 1-in cavabı ağız suyu ifraz olunsun deyə, 2-nin cavabı şərti refleks yarandı. Pasiyentin müayinə olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən baş beyin şöbəsinin adını və şəkildə hansı rəqəmlə göstərildiyini müəyyən edib yazın. Ağız suyu ifrazında burada deməli uzunsov beyindir. Yəni həmin o uzunsov beyinlə əlaqəlidir bunların hamısı. Müayinə olunan orqanlar sisteminin fəaliyyətini tənzimləyən uzunsov beyindir. Uzunsov beyin də burada göstərilibdir. 2, 3, 4 də yəqin bu olar, düşməyibdir. Bax, bu uzunsov beyindir. Ona görə də 4-cü olacaqdır. Belə, əgər başa düşmədiyiniz, sizə qaranlıq qalan hər hansı bir yer oldusa, mütləq şərhlərdə yazın, mən onu sizə izah eləyəcəm. Sağ olun.